Rast belə hər şeyi arvadına deyirsən. Bəs niyə demirsən ki, Gürcüstana niyə getmişdik? Gürcüstana sənin nənən ölmüşdü deyə getməmişdi bu. Hə, mənim 4 dənə nənəm var, 4 də sağdır, 2 o geydi. Həyatım, mənə yalan deyildilər, mən bilmirdim, bu alladıb mən aparıblar. Alladıb aparmışıq. Bəs onda o ikinci telefonda biz alladıb aldırmışıq sənə. Ruslan, sənin ikinci telefonun da var. Vallahi həyatım, mən bunlarla danışmaq üçün götürmüşəm o telefonu. Hə, dostunla danışmaq üçün ikinci telefon götürmüsən sən. Məzələrsən sən məndən. Bəli, sənə görə. Mənə görə niyə? Mən neynəmişəm sənə? Bəlkə sən suyu nəyəsi eləmişəm, yemi nəyəsi eləmişəm, neynəmişəm, bütün günü başımın üstündəyəm, bütün günü yanındayam. Mənə niyə yalan danışırsan, hə? Bəs bütün problem də budur, deyil hə? Mən bütün günümü səninlə keçirdirəm, heç bunlarla vaxt keçirə bilmirəm. Mən heç vaxt xəyanət eləməmişəm, sən mənə niyə güvənmirsən? Sən heç mən xəyanət eləyə də bilmərsən. Orası elədir, düzdür, amma həyatım, sən mənə bu qədər sıxmasan, mən də sən yalan danışma məziyyətində qalmaram da. Sən bilirsən, mənə xoşdur bu iki sümsüklə gizli-gizli görüşmək. Kimə deyirsən sümsük? Yaxşı gedirəm də pozmayayım mən sənə. Hə, yox. Mən niyə bir insan arvadı yatandan sonra dostlarıyla danışmağa başlamalıdır? Cəmaət qatda arvad saxlayır, mən dost saxlayıram, Gör mənə hala salmısan. Yaxşı, Roşik, gəl yanıma. Gəlin. Gəl də gəl. Get də taxtaçı. Get. Yaxşı, belə görürəm ki, səhv məndədir. Bundan sonra sən heç nə deməyəcəm, qeyb dostlarına otura bilərsən. Doğru deyirsən? Hə, azadsan. Amma 9-da evdə ol. Yaxşı. Bir dəqiqə. 9-10 dəqiqə qal bax. 10 dəqiqə vaxtım var da. Qaçın!